Şuşa şəhəri quruculuq və inkişaf dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması üçün yeni yaşayış binaları inşa edilir. Bununla paralel tarixi mədəni irsin bərpası və infrastruktur layihələrinin icrası da reallaşır. Görülən bütün bu işlər isə Şuşaya xas memarlıq elementlərinə uyğun olaraq aparılır. Şuşa şəhərində birinci yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. İstifadəyə verilən yaşayış kompleksi ümumilikdə 23 binadan ibarətdir. Hazırda şəhərdə D3 və D4 yaşayış massivlərində çoxmənzilli binalar inşa olunur. D3 yaşayış massivində 17 çoxmənzilli yaşayış binasının inşa edilməsi nəzərdə tutulur. Birinci mərhələdə 10 binanın inşası davam etdirilir. İkinci mərhələdə daha 7 binanın inşasına müvafiq hazırlıq işlərinin yekunlaşmasından sonra start veriləcək. D3 yaşayış massivində binalar 5 və 6 mərtəbədən ibarət olacaq. Hazırda həm D3, həm də D4 yaşayış massivində inşa olunan binalarda dəmir-beton konstruksiyaların quraşdırılması sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Biz D4 yaşayış massivinin ərazisindəyik. D4 yaşayış massivində 12 bina, 212 mənzil layihələndirilib. Planda 2027-ci ilin birinci mərhələsində D4 və D3 yaşayış massivi birinci mərhələnin təhvili nəzərdə tutulur. Yaşayış massivinin layihəsində binalar Şuşa şəhərinin memarlıq üslubuna görə dizayn olunub. D3 və D4-dən sonra D5 yaşayış massivinin inşası üçün 6,2 hektar torpaq sahəsi ayrılıb. Ayrılan ərazidə 16 binanın, yəni 274 mənzilin inşası layihələndirilib. Şuşada tarixi memarlıq abidələri də bərpa olunur. Qədim memarlıq üslubu ilə müasir tikinti standartlarının uzlaşdırılması Şuşanın tarixi simasının qorunmasına xidmət edir. Bərpa prosesinin əsas istiqamətlərindən biri də təhsil sahəsidir. 1830-cu ildə təməli qoyulan Şuşa şəhər 1 nömrəli tam orta məktəb 960 şagird yerli idi və 40 sinif otağından ibarətdir. Məktəbimizdə bir çox layihələr tətbiq olunur ki, bunlar STEM layihəsini deyə bilərik və rəqəmsal bacarıqlar. Şagird sayının ümid edirik ki və inanırıq ki, növbəti köç prosesində şagird sayının artacağı gözlənilir. Təhsil ocağında yaradılan imkanlar şagirdlərin elmi və texnoloji bacarıqlarının inkişafına şərait yaradır. Uzun illərin həsrətindən sonra yenidən Şuşaya qayıdış xalqımız üçün böyük sevinc və qürur hissi yaşatdı. Vətənimin gözəl təbiəti, gözəl havası bura gələn qonaqları heyrətə salır. Şuşada yaşamaq yeni bir həyatın başlanğıcıdır. Hazırda Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi eləyir və beynəlxalq müstəvidə tanıdılır. Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyan şəhər tarixi irsi qorumaqla yanaşı müasir şəhər modelinə uyğun şəkildə inkişaf etdirilir. Emin Babayev, Loğman İsmailov, Fidan Səfər, Spice xəbər Şuşa.